Fevralın 28-i səhər saatlarından ABŞ və İsrailin zərbələri nəticəsində İranın ali dini lideri Seyid Əli Xameneyi öldürülüb. Məlumatı İranın dövlət televiziyası təsdiqləyib. ABŞ prezidenti Donald Trump hadisəni tarixin ən pis adamlarından biri ölüb formasında şərh edib. İran prezidenti Məsud Pezeşkiyan isə deyib ki, Xameneyinin qisasını almağı bir vəzifə və qanuni bir haqq kimi görürük. Hazırda İranın bir neçə şəhərində hücumlar davam edir. İran cavab olaraq İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Küveytdə müxtəlif obyektləri hədəf alıb. Adı gedən ərəb ölkələrində ABŞ-nin hərbi bazaları mövcuddur, lakin zərbələrin daha çox hava limanı və otellər tuş gəldiyi bildirilir. Bununla yanaşı Pakistan, İraq və Omanda bir qrup etirazçı ABŞ səfirliklərinə hücum edib. Nəticədə toqquşmalar baş verib. Xameneyinin öldürülməsindən sonra İranda müvəqqəti yeni rəhbərlik şurası yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev həmkarı Məsud Pezeşkiyana başsağlığı ünvanlayıb və bildirib ki, Əli Xameneyinin vəfatı İran üçün böyük itkidir. Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü siyasətçi Tofiq Yaqublunun saxlanıldığı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salındığı bildirilir. Onun qızı Nigar Həzinin məlumatına görə Yaqubluya 7 sutka kars cəzası verilib. Buna səbəb kimi kamerada axtarışa mane olması göstərilib. Lakin Nigar Həzi atasının cərimə kamerasına salınmasını fevralın 19-da Vaşinqtonda İlham Əliyevin qaldığı otelin önündə keçirilən qardaşı Rəhim Yaqublunun iştirak etdiyi etiraz aksiyası ilə əlaqələndirib. Nigar Həzi əlavə edib ki, atası əsassız yerə karsa salındığı üçün qanunsuz məhkəmə hökmünə etiraz olaraq və ABŞ-nin Azərbaycandakı səfirliyinin insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumduğuna görə aclıq aksiyasına başlayıb. Meydan TV iş üzrə həbsdə olan jurnalist Ülviyə Əli süni intellektə hazırlanan səs yazılarına görə saxlanıldığı Bakı İstintaq Təcridxanasında təhdid olunduğunu deyir. Məlumata görə sosial şəbəkələrdə ona dəstək xarakterli açılmış səhifədə süni intellekt vasitəsilə hazırlanan səs yazısının yayılmasından sonra təcridxana rəisi onun nişanlısının da həbs ediləcəyi ilə təhdid edib. Pakistan fevralın 27-sinə keçən gecədən başlayaraq paytaxt Kabulda daxil olmaqla Əfqanistana zərbələr endirib. Hər iki tərəf bir-birini sərhəd yaxınlığında hərbi məntəqələrində əməliyyat aparmaqda təqsirləndirib. Pakistanın baş nazirinin sözçüsü Moşərrəf Zaidi iddia edib ki, fevralın 27-si səhər baş verən hücumlarda 133 nəfər Taliban əskəri öldürülüb. 200-dən çoxu isə yaralanıb. Taliban hökuməti isə yalnız 8 döyüşçünün öldüyünü, 11 nəfərin isə yaralandığını bildirib.